Space xəbərə baxırsınız. Statistika göstərir ki, cibdə gəzdirilən qatlanan bıçaqlarla törədilən hadisələrin sayı artmaqdadır. Gənclər və yeniyetmələr arasında bıçaqlanma hallarının baş vermə səbəblərindən biri də məhz cibdə gəzdirilən və qatlanan bıçaqlardır. Millət vəkili Müşfiq Cəfərov təklif edir ki, bu cür bıçaqlar satışdan yığışdırılsın. Belə olan halda təhlükənin qarşısını almaq mümkün olacaq. Bıçaqları elə bir şəkildə hətta dizayn edirlər ki, biraz da cəlbedici olur. Yəni ona da maraq, belə deyək də, həm dizayn baxımından belə cəlbediciliyi olur, həm də gəncdir, belə deyək də, dəli doludur. O baxımdan hesab düşünür ki, yəni bu üstümdə olsa daha təhlükəsizəm. Uşaqların özü də yeniyetmələrdə biz gözün cibində, əlində fırladır, cibində gəzir, belindən asır. Məktəb yaşlı uşaqların üzərində gəzdirirlər. O cür bıçaqların satılmağı həm təhlükədir, soyuq silahdır. Məktəb yaşlı uşaqların cib bıçaqları gəzdirməsi cəmiyyətdə ciddi narahatlıq yaradır. Valideynlər hesab edir ki, bu tip bıçaqların açıq şəkildə satılması real riskdir və satış zamanı yaş kateqoriyası tətbiq edilsə, bu cür halların qarşısını qismən almaq mümkün olar. Axır zamanlar elə görürük ki, hər yerdə belə şeylər, hamısı kafelərdə, 15 yaşında, 16 yaşında uşaqlarda. Uşaqlar üstündə həriyirsə, bir-biri ilə söz-sözə gəlirsə, eləyə bilər də. Yeniyetmələrdə, uşaqlarda qətillərin çox olmasına gətirib çıxarır bilər. Bir vaxtlar gənc uşaqlar daha çox böyle qətillərə, məhəllə qətillərinə daha çox meyillidirlər. Mənə gəlir ki, yaxşı fikir. Yeniyetmə dövrü elə bir dövrdir ki, məsələn, o bıçaqlardan hər dəqiqə, hər an, hər saniyə istifadə etmək olar da. Bu ləğv olunsa daha yaxşı olar. Nəzarət olsa, buna qarşı bir cərimə də olsa daha yaxşı olar. Yığışdırılsa çox gözəl olar. TikTokda, digər platformalarda görmüşük belə üzərinə xüsusi zövqlə naxış, bəzək vurulur. O da bu belə deyək, alıcılıq qabiliyyətini cəlb edirdi özünə. Məsələ Milli Məclisdə də gündəmə gətirilib. Millət vəkili Müşfiq Cəfərov Gənclər və İdman Komitəsinin bugünkü iclasında deyib ki, bu tip bıçaqların daşınmasının, istifadəsinin və satışının qadağan edilməsi məsələsinə ciddi şəkildə baxılmalıdır. Qadağası olmalıdır. Xüsusilə də bu yaş qrupuna, hansı ki məktəblilərə, yəni hesab edirəm ki, hətta bunun nəzarəti də həyata keçirilməlidir. Xüsusilə polis tərəfindən ki, yəni belə hallar təkrarlanmasın. Uşaqlarda, yeniyetmələrdə, gənclərdə, yəni bunun olması hesab edirəm ki, bu cür bədbəxt hadisələrə gətirib çıxarır. Millət vəkili həmçinin bildirib ki, bəzi oyunlar və digər zərərli təsir vasitələri var ki, onlar insanların, xüsusilə də gənclərin, yeniyetmələrin psixologiyasına mənfi təsir göstərir. Bu kimi təhlükəli məzmunların da qadağan olunması və ya ciddi nəzarətə götürülməsinə zərurət var. Günəş Rzayeva, Əfqan Bayramov, Fidan Səfər, Space xəbər.